Ümumiyyətlə yəqin ki, görməmiş olmarıq ki, biz bored da var, boring da var. Düzdür? Aha. Aralarındakı fərq nədir? Bored sıxılmaqdır, boring hələ də sıxılmağa davam edirəm. Yox. Hər ikisi sıxıcı deməkdir. Sıxıl, məsələn, necə belə deyək də sənə. Excited da var, exciting da var, nə bilim. Tired da var, tiring da var. Əgər söhbət insandan gedirsə, axırına ed qoyuruq. Məsələn, bored. O deməkdir ki, bu insandır sıxılan. Okay? Əgər boring, bu ing-ını deyirsə, ing dediyimiz, əgər bunu deyirsə, söhbət insandan getmir. İnsandan başqa bir şeydən gedir. Məsələn, kitab sıxıcıdır, film sıxıcıdır. Aydındır? Bu digər hər birinə aiddir. Əgər hərəkətin axırına ed qoyduqda, yəni bu A2-dən B1-ə keçdikdə bizə çox lazım olacaq bir qaydadır. Çünki tez-tez görəcəyimiz bir şeydir. Bizim görəndə yəni başa düşək və harda hansını işlətməli olduğumuzu bilək. Məsələn, ikinci cümləyə baxdıqda I don't find computer games very hansı olacaq? Boring. Yox, ikinci cümlədə heç boring var. I don't like... mən No. computer games very exciting. Yes, çünki orada insanla söhbət getmir, düzdür? Deməli, əgər söhbət, məsələn, insan darıxırsa bored, shocked, nə bilim, annoyed, worried. Məsələn, worried ona görə o deyir, I'm worried. Yəni, mənim narahat olduğumdan söhbət gedir. Amma əgər hər hansısa bir proses narahat olsa, məsələn, bir narahat eləyici bir vəziyyət olsa, da biz orada worried demirik, worrying deyirik, okay? Okay. Bu çalışma ilə zəhmət olmasa.